Hər kəsə salam. İdman dünyası deyəndə yəqin ki ağlınıza ilk olaraq səs-küylü stadionlar, həyəcan dolu yarışlar və meydanda ədaləti qorunmağa çalışan hakimlər gəlir. Elə deyilmi? Bəs heç düşünmüsünüz, pərdə arxasında, o qapalı iclas sallarında, ofislərdə yaranan qlobal milyon dollarlıq mübahisələri kim həll edir? Bugün biz hazırladığımız bu izahlı təqdimatda məhz o pərdəarxası ən ali hakimin, yəni beynəlxalq idman hüququnun və idman arbitraj məhkəməsinin necə işlədiyini addım-addım incələyəcəyik. Gəlin başlayaq. Qısaca bugünkü yol xəritəmizə baxaq. Qlobal idman və olimpizm, peşəkar idmanın biznes tərəfi, beynəlxalq idman hüququnun yaranması, CAS, yəni idman arbitraj məhkəməsi, onun qaydaları və nəhayət, verdiyi qərarların real həyatdakı effektivliyi. Birinci bölmə, qlobal idman və olimpizm. Səyahətimizə idmanı bütün dünyada bu qədər xüsusi edən o təməl fəlsəfə ilə başlayırıq. Bilirsiniz, olimpizm heç də sadəcə qızıl medal qazanmaqdan ibarət deyil. Mənbələrimizin də xüsusi vurğuladığı kimi, bu əslində insan inkişafını, ağıl və bədən harmoniyasını, ən əsası isə qlobal sülhü hədəfləyən dərin bir həyat fəlsəfəsidir. Yəni, heç bir ayrı seçkiliyi olmadan insanı bir bütöv kimi qəbul etmək deməkdir. Və bu fəlsəfə idmanın sərhədlərinin necə genişləndiyini çox gözəl göstərir. Artıq idman yalnız fiziki olaraq tam sağlam, göstəriciləri olanlar üçün deyil. Paralimpiya, deflimpiya kimi hərəkatlar bizə sübut edir ki, əsl idman tam inklüziv olmalıdır. İnklüziv idman hamı üçün bərabər iştirak hüququ deməkdir. Yəni, burada ayrı seçkiliyə qətiyyən yer yoxdur. İkinci bölmə, peşəkar idman biznes kimi. Amma gəlin real olaq. İdmanın bu romantik, sülsevər idealları gec-tez reallıqla toqquşur. Çünki bugün idman sadəcə sağlamlıq deyil, həm də milyardlarla dolların dövr etdiyi nəhəng bir sənayedir. Qlobal miqyasda iki fərqli yanaşma var. Tamamilə maksimum gəlirə köklənmiş Amerika modeli və iqtisadi gəliri sadəcə sağlam rəqabət üçün vasitə kimi görən Avropa modeli. Təsəvvür edin, fərqli fəlsəfələrə malik bu cür nəhəng iqtisadi maşınlar qarşı-qarşıya gəldikdə konfliktlər necə qaçılmaz olur? Məhz bu məqamda bizə təcilli və tamamilə neytral bir hüquqi hakim lazım gəlir. Üçüncü bölmə, beynəlxalq idman hüququnun yaranması. Meydandan kənarda gedən bu böyük oyunun ədalətli olmasını təmin etmək üçün qlobal ictimaiyyət tamamilə yeni bir sistem qurdu. Beynəlxalq idman hüququ. Təkamül xəttinə baxsaq, 1894-cü ildə müasir olimpiya oyunlarının yaranmasından 1984-cü ildə xüsusi idman məhkəməsinin qurulmasına qədər olan uzun bir yol görürük. Amma əsl həlledici an 1994-cü il Paris müqaviləsi oldu. Məhz bu müqavilə idman arbitraj məhkəməsinə əsl müstəqilliyini verdi və sistemi bugün bildiyimiz qlobal ədalət mexanizminə çevirdi. Dördüncü bölmə, idman arbitraj məhkəməsi, yəni qısaca CAS. Və beləliklə dünyanın ən ali idman hakimi səhnəyə çıxır. Bu möhtəşəm ideyanın memarı Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Juan Antonio Samaranchidir. O, hələ 1981-ci ildə çox vacib bir şeyi başa düşmüşdü. Adi mülki məhkəmələr idmanın o sürətli dinamikasına heç cür ayaq uydura bilməzdi. Dövlət məhkəmələrindəki o sonsuz bürokratiya idmançının qısacıq karyerasını asanlıqla məhv edə bilər. Elə buna görə də İsveçrənin Lozanna şəhərində idmana xüsusi, tamamilə ixtisaslaşmış bu məhkəmə yaradıldı. Yaxşı, bəs bu məhkəməni kim idarə edir? Əsas məsələ budur ki, CAS elə belə özbaşına fəaliyyət göstərən bir qurum deyil. Onun arxasına Beynəlxalq İdman Arbitraj Şurası, yəni ICETSOLS dayanır. Bu şura CAS-ı idarə edir, onu maliyyələşdirir və qlobal miqyasda qərəzsiz işləməsini təmin edir. Şuranın tərkibi 20 yüksək səviyyəli hüquq ekspertindən ibarətdir. Yəni, CAS-ın qaydalarını dəyişən və tənzimləyən əsl güc mərkəzi məhz bu şuradır. 5-ci bölmə, məhkəmənin strukturu və qaydaları. CAS-ın nə olduğunu anladıq, indi isə gəlin onun mətbəxinə girək. Bunu baş hakimin sərt qaydalar kitabı kimi də düşünə bilərsiniz. Qaydalar çox dərindir. Proses yalnız 3 rəsmi dildə, İngilis, Fransız və ya İspan dillərində aparıla bilər. Hakimlər qərarlarını səs çoxluğu ilə verirlər. Ən maraqlısı isə odur ki, tərəflər əvvəlcədən başqa bir qayda seçməyiblərsə, CAS Lozanada yerləşdiyi üçün avtomatik olaraq İsveçrə qanunları tətbiq edilir. Bu da prosesi inanılmaz dərəcədə nizamlı edir. Bu isə idmanda ədalət tərəzisinin nə qədər dəqiq, sürətli və eyni zamanda amansız işlədiyinin əyani sübutudur. Apellyasiya prosesinə baxın. Ən kritik məqam ilk addımdır. Qərardan şikayət etmək üçün cəmi 21 gününüz var. Təsəvvür edirsiniz, o 21 günlük pəncərəni qaçırsanız, şansınızı həmişəlik itirmiş olursunuz. Vəssalam. Sonraki mərhələlərdə də sübutların təqdim edilməsi üçün qısa və sərt müddətlər var ki, bu da idman mübahisələrinin illərlə uzanmasının qarşısını alır. 6-cı bölmə, CAS qərarlarının effektivliyi.
Nəzəriyyə, qaydalar, strukturlar hamısı çox gözəl səslənir. Bəs reallıqda vəziyyət necədir? Bu sistem doğrudanmı işləyir? Son 5 ili əhatə edən hüquqi tədqiqatlardan gələn empirik məlumatlar həqiqətən təəccüblüdür. Məlum olub ki, CIAC-in xüsusən də beynəlxalq futbolda verdiyi qərarların 85%-dən çoxu uğurla icra olunur. Bu cür yüksək göstərici bizə onu deyir ki, qlobal idman ictimaiyyəti məhkəmənin qərarlarını tam ciddiyə alır və sistem doğrudan da böyük bir gücə sahibdir. Lakin bu cür böyük təsir gücünə və uğur faizinə rəğmən, bugün hüquqşünasların və idman mütəxəssislərinin qızğın müzakirə etdiyi çox kritik bir sual var. CAAs həqiqətənmi hər kəsə, hər bir quruma qarşı tamamilə müstəqil və qərəzsizdir? Tədqiqatlara tam qərəzsiz yanaşanda görürük ki, cəz hər nə qədər hüquqi cəhətdən dəqiq işləsə də, bəzi narahatlıqlar hələ də qalmaqdadır. Məsələn, qərardan narazı qalanların İsveçrə məhkəmələrinə müraciət imkanlarının çox məhdud olması bəzən sistemin şəffaflığına olan inamı zədələyə bilir. Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, idmançıların bu sistemə tam etibar etməsi üçün arbitrlər heyətində daha çox müxtəlifliyə, yəni fərqli hüquqi baxış bucaqlarını təmsil edən rəngarəng ekspertlərə böyük ehtiyac var. Nəticə etibarilə idmanın sürətlə böyüyərək milyardlarla dollarlıq amansız bir sənayeyə çevrildiyi bir dövrdə yaşayırıq. Kommersiya maraqları və oyunçu hüquqları davamlı olaraq toqquşur. Bəs bizim bu ən ali hüquqi hakimimiz olan CAS, gələcəkdə qlobal ədaləti qorumaq üçün eyni sürətlə təkamül edə biləcəkmi? Bu, həqiqətən də üzərində düşünülməli olan çox maraqlı bir sualdır. Bizi izlədiyiniz üçün təşəkkürlər, idmanla və ədalətdə qalın.